Bismillahirrahmanirrahim ve bihi nesta'in. İnnehu hayru nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina ve alihi tahirin ve lanetullah ala a'daihim ecmain. Minel an ila liqai yevmiddin. Nehmeduhu ve nesta'inuh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Sadaqallahul aliyyul azim. Allah Teala ibadət, taatimizi qəbul eləsin inşallah. Günahlarımızı bağışlasın, bizi bəyəndiyi bəndələrdən qərar versin inşallah. Dünya və axirətimizi Peyğəmbər və Əhl-i Beyti ilə inşallah məşhur eləsin. İltimas eləyənlərin dualarını qəbul eləsin. Xəstələrimizə şifaya acil inayət eləsin inşallah. Allah Teala Ağa İmam Zamanın zuhurunu təcil eləsin. Bizi də ağanı tanıyıb, ona kömək olub, onun qarşısında şəhid olanlardan qərar versin inşallah. Söhbətimiz Nəhcül Bəlağə 96-cı xütbənin ikinci hissəsində idi ki, Əleyhissalam Həzrəti Peyğəmbərin dünyaya gəlişindən, yəni o nəslindən, nəcabətindən danışırdı. Buyurdu ki, müstəqərruhu xeyru müstəqərrin. Onun müstəqərri yeri ən yaxşı yeri idi. Yəni məqsədi dünyaya, hansı nəsildən dünyaya gəlib o idi. O gəldici nəsilə işarə idi ki, müstəqərruhu xeyru müstəqərrun, müstəqərrin və mənbituhu əşrəfu mənbitin. Elə o da yəni zadəqahı, doğulduğu nəsil ən şərafətli nəsil idi. Fi məadinil kəramə. Kəramət mədənlərində və məmahidi səlamə, tam sağlam olan bir beşikdə Həzrəti Rasulullah. Yəni, buradan yer, müstəqər, ondan sonra beşik, bunların hamısından məqsəd, yəni Həzrəti Peyğəmbərin dünyaya gəldiyi o nəsil ki, Həzrəti İbrahimdən davam edirdi və Həzrəti İbrahimdən təbii qabağa da gedirdi. Yəni, silsilə hamısı nübüvvət silsiləsi idi, ona işarə edir. Yəni, bu cürə bir nəsil ki, İmam Hüseyin Əleyhissalamın ziyarətində var, oxuduğu ziyarətlərində bir məşhur ziyarəti varisdə deyir. Əşhədü ənnəkə kuntə nurən fil əslab-ı şamixə vəl-ərhamil mutəhhərə. Şəhadət verirəm ki, həqiqətən sən o uca olan, ondan sonra pak olan sülüblərdən nur olmusan və pak olan, mütəhhər olan rəhimlərdən olmusan, nur olmusan. Və təqəllübükə fis-sacidin ayəsi təqribən Şüəra surəsinin 219-cu ayəsidir. Dəqiqən. Onun təfsirində deməli Fəxri Razi deyir ki, ləm əzəl unqəlu min əslab-ı tahirin ilə ərhamid tahirat. Həzrəti Peyğəmbərdən nəql eləyir ki, bu ayənin təfsirində deyir ki, mən daimən ləm əzəl, yəni həmişə davamlı şəkildə pak olan sürüblərdən pak olan rəhimlərə köçmüşəm, müntəqil olmuşam. Yəni, bütün nəslimin hamısı pakdır da, o nəsildə bütpərəst olmayıb, o nəsildə qeyri-müvəhhid olmayıb, hamısı tohid dinində olublar, hamısı Allahı tanıyan olublar, yəni Allahın vəhdaniyyətinə qail olan olublar və gediblər. İndi düz daha Peyğəmbərin nəslində Əbu Ləhəb də var, ondan sonra o cürələri də var, amma söhbət o qollardan getmirdi. Əsl o kötü ki, Həzrəti Rasulullah gəlib oradan dünyaya, söhbət oradan gedir. Ta Həzrəti İbrahim da ondan o aynada təbiidir, o cürədir. Fi məadinil kəramə və məmahidi səlamə, kəramətli yerlər, mədənlərdə və sağlam olan beşiklərdə. Qəd surifət nəhvəhu əfidətul əbrar. Bu neçə kəlməni Əleyhissalam Həzrəti Peyğəmbərin barəsində deyəndən sonra ki, özünün doğuluşu, dünyaya gəlməyi bu cürədir, bu formadadır, bu nəsildən, pak nəsildən dünyaya gəlib. Və ondan sonra ardıcan buyurur ki, qəd surifət nəhvəhu əfidətul əbrar. Yaxşı insanların qəlbləri
döndü haqq tələb insanların qəlbləri döndü o həzrətə tərəf, haqq tələb insanların, yaxşı insanların. O yaxşı qeydi vurmaqda təbiidir ki, o napak olan insanlar, onlar üçün fərqi yoxdur, kimdir, nəçidir, onların özlərinin şəxsi mənafeləri var, onların öz dünyaları var, belə deyək, özlərinin hədəfləri var. Onlar, məsələn, pak bir adamı özlərinə qabaqcıl bilərlər, onların dalıcan gedərlər, o onlarda yoxdur. Onlar da hamı, heç kim qabaqcılsız getmir, heç kim başsız deyir. Hamı kimisi özünə başçı seçib. Quran əimmətül küfr deyir də, küfrün imamları. Onlar da nədir? Küfrə, elə belə, küfrü özləri üçün imam qərar veriblər, rəhbər qərar veriblər. Yaxşı, ona görə hamının başçısı var. Amma o bir dəstə insanlar ki, tağuta baş əyiblər və mən yəkfir bit tağut və mən yəkfir bit tağut və yu'min billah, sonra da kimsə tağuta iman gətirib, Allaha kafir olub. O tağuta iman gətirənlər üçün fərq eləmir. Əksinə, bəzi araşdırmalar, ondan sonra bəzi mənbələr, bəzi təcrübələr göstərir ki, onlar pisdən də pisin seçirlər. Pisdən də, necə məsələn, adam bir yaxşının dalıcan gedəndə həmişə istəyir yaxşı daha yaxşı ilə əvəz olunsun. Maddi həyatında da o cürədir. O mənəvi həyatında da insanın o cürədir. Məsələn, hətta bizim fiqhi bəhsimizdə, təqlid bəhsində də elə bir şeylərimiz var da, ələm, əl-ələmu fəl-ələm. Yəni bir nömrəli, elmli, daha çox elmli. Ondan sonra, ondan ikinci dərəcədə. Ki, insan yaxşın ardıcan gedir, pakın dalıcan gedir, biraz da pak məsələn. Hətta insan öz paltarının özündə də belə. Yaxşı. Bunun bu biri tərəfi də belə görükür və belə təqribən sübut olub ki, insan da pisi özünə qabaqcıl seçəndə, o da pisi dərəcələri ilə seçir. Ən pisini seçir. Bu da təbiidir. Niyə? Çünki onun bir göz, bir ağıl, bir düşüncə, bir ruhiyyə ki, pisin dalıcan gedir, deməli, pis onun nəzərində müqəddəsdir. Daha çox pis, daha müqəddəsdir onun nəzərində. Ona görə, məsələn, fərz edək ki, Firavuna qədər 5 dənə adam var idi, o baxırdı, deyirdi, onların dalıcan gedincə, Firavunun dalıcan gedərəm də. Onların ardıcan gedincə, məsələn, Nəmrudun ardıcan gedərəm də. Məsələn, bu cürə və misallar çoxdur bu mövzuda. Ona görə də Həzrət burada buyurur ki, qəd surifət nəhvəhu əfidətul əbrar. Yaxşıların qəlbləri Peyğəmbərə tərəf döndü. Onların elə bilər qəlbləri açıqdır. Onların elə bil Wi-Fi-ları daim açıqdır da, internetləri var. O həm tez qoşulur, həm də ora qoşulur. Olmasa içəridə qəbul eləməz ki o. Elə deyir. Telefonu söndürsən, səndən nə qədər mesaj yazsalar, gəlməyəcək. İnsanın özü, vaizin min nəfsi, ya ən nəfsi. O hədisdə var, insanın özünün neçə dənə şey özündən olmalıdır, bir də daxilindən vaizi olmalıdır. O deyirlər, quyuya su tökməklə quyunun suyu çoxalmaz, ya heç ümumiyyətlə quyuda su olmaz. Ona görə o Peyğəmbərin dəvətini, əyimmənin dəvətini, o xaricdən, çöldən gələn dəvətlərin hamısını içəri qəbul edir. Ona görə deyirlər də, ağıl daxili Peyğəmbərdir, ənbiya zahiri Peyğəmbərlərdir. O görə içərdən onu qəbul eləsin. İçərdən qəbul eləməsə və içərdən o vaiz olmasa insanı, mən indi moizə eləyirəm, kimlərsə məsələn qulaq asır, məsələn, amma getdi biraz o ana, o yadından çıxdı ya bu danışığın əsəri getdi, onun daxilindən, onun özünün vicdan deyilən mövzu nədir? Həmin elə odur da. İnsan məsələn bir dənə səhv iş görür, məsələn maşını bərk sürür, bir kiməsə yolda toz olur, ya üstünə biraz su sırır, vicdanı yerində olan deyirsən narahat olur. Məsələn özünü danlayır, ondan sonra da ehtiyatlı sürür. Hətta bəzən elə olur ki, düşür üzr istəyir məsələn. Yaxşı, o da onun kimidir. Daxildən onun qəbul edicisi yerində olsa, dəvəti də qəbul edəcək. Və süniyyət ileyhi əzimmətül əbsar və o Həzrəti Peyğəmbərə tərəf nə oldu? Haqq tələb olan gözlər yönəldilər, döndülər o Həzrəti Peyğəmbərə tərəf. O gözlər ki, haqqı axtarırdılar. Ağılla, fitrətlə
və zahiri əlamətlərlə. Bunların üçünün elə bir zəhməti nəticəsində gəlir insan neynir? Fitrət insanın daxilində Allah tərəfindən qoyulan bir dənə gücdür, bir dənə qüvvədir, bir dənə hissidir. O haqqı tapmaqdan ötürü. Ağıl onu belə idarə eləyir. Ağıl onu idarə eləyir. Əlbəttə o da ağıla təsir eləyir. Ağıl da onu idarə eləyir ki, çünki fitrət daxildən bəzən insanda aclıq hissi kimi, susuzluq hissi kimi bir qüvvəyə çevrilə bilir. Adam üçün şirin su olsun, acı su olsun, məsələn də isti olsun, soyuq olsun, yanır susundan. Bir şey içməlidir. Yaxşı, görsən və insan hətta vadar eləyir haram olan şeyləri də içməyə. İndi fitrət oradan içərdən təhrik eləyir insanı, bir şeyi özünə qəbul elətdirsin, bir şeyin ardıcan geçsin. İndi o, məsələn, ağlın yolundan, o təriqdən, o mənfəzdən gəlib keçməsə, gedər hara olsa adamı aparar, yapışdırar. Yaxşı, və hətta əksin deyirlər. Məsələn, hamı deyir ki, bu da övlada məhəbbət fitridir. Bunu hamı, dindən qabaq, ondan sonra dindən əlavə, yəni bu mövzuda dinlə ümumi üqəlanın fikri bir yerdədir, üst-üstə düşür ki, övlada məhəbbət fitridir, daxilidir. Amma görürsünüz, bir vaxt övladı diri-diri bastırırdılar. Yaxşı, bəs nə olmuşdu? Ağıl mənfəzindən fitrət hərəkət eləməmişdi, o nəfs onu yönəltmişdi başqa cəhətə, başqa yerə. Ona görə göz də ağılla idarə olunur. Göz görür, ibrət götürməkdən ötəri, ağıl onu baxır, deyir ki, ibrət götür. Məsələn, bəzən görürsən, şəhvətə tabi olar göz, baxar haram şeylərə. Amma bəzən də, məsələn, görürsən, ağıl onu tənbih eləyir, qoymur baxmağa, lazım olan şeyə baxdırır, ondan sonra ondan başlayır nə eləməyə? İnsan ibrət götürməyə. İbrət götürəndə də təbiidir ki, müsbət fayda verəcək. Amma birdən olmasa bu işlər çərçivəsində insanlar gedəcək pis-pis adamların ardıcan və məsələn Peyğəmbərin yanında belə deyək ki, Əbu Cəhl olsun, Əbu Ləhəb olsun, ondan sonra nə bilim Əbu Süfyan olsun, olacaq elə bərabər. Sən İndi bu bəhslərimizin birinin içərisində mən bayaq mütaliə eləyəndə gördüm, ya elə bu bəhsdədir, ya o biri bəhsdədir. Gəlir Əmrası çağırır Maviyə, Əli əleyhissalamın əleyhinə söz deməyə, qiyam qaldırmağa filan. Məsələn, Əmrası kimi adam Maviyə deyir ki, sən Əli ilə bir dəvənin yükü döyürsüz. O bir misaldır ərəblərdə. Bir dəvənin yükü döyürsüz, yəni bərabər səviyyədə döyürsüz də. Sən bu sözləri deyirsən, heç biri o səndə yoxdur. Sən ondan baş-başa gələnməzsən. Amma görürsən, Maviyə biraz bayan elədi, o təzədən döndü, Maviyənin tərəfindən illərlə də o cürə fitnə fəsadın bünövrəsini qoydular. Dəfənəllahu bihiz-zəqainə. Allah Teala Həzrəti Peyğəmbərin vasitəsilə kinələrin hamısını dəfn elədi. Ərəb Həzrəti Rəsullahın beysəti zamanında, indi ondan da bəlkə çoxdur, kin-ki dörət və insanları bu bəzi şeylər var üzdədir, bəzi şeylər var batindədir. Adam məsələn baxır, qonşu çıxdı dükanın qabağından döndərdi müştərini ona, məsələn bu bir dənə artıq mal satdı, bu bir dənə əski mal satdı. Bunu, zahirdə bunu görürüm. Amma sonra ona qarşı onda o bir dəfə müştərini döndərib öz dükanına. Bu 20 il onun kinəsini neynir? Ürəyində saxlayır və ona qarşı nifrət olur. Və o da özü bir dənə xəstəlikdir, ged-gedə də xəstəliyi çoxaldır. Ərəb qovmunda bu kinə həddindən artıq aşmışdı. Yəni bir baxında elə bil o uşaq öldürmək mövzusu da əslində kinədən gəlmişdi də, ortalığa çıxmışdı. O həmin əsirlik məsələsində, yaxşı. Onları kinə bir dərəcəyə gətirib çıxartmışdı, uşaqların diri-diri bastırırlar. Bir dənə qəbilənin, o biri qəbilə, bir dənə quzusu bostanına keçən kimi quzunu vurub öldürmürdülər, gəlib adam vurub öldürürdülər. Bax, belə bir zamanda Əli əleyhissalam deyir ki, dəfənəllahu bihi əz-zəqainə. Allah Teala Peyğəmbərin vasitəsilə kinələrin hamısını bastırdı. Və ətfəhə bihi əs-səvairə. Düşmənçilik odunu, atəşini də Allah Teala nədir? Həzrəti Peyğəmbərin vasitəsilə neynədir?
söndürdü düşmənçilikdə. Neçə 100 il idi də Ovsla Xəzrəc arasında müharibə gedirdi Mədinədə. Həzrəti Peyğəmbər onları neynədi? Yığdı bir yerə. İndi ayələr də var, onları da oxuyacaq ki, Həzrəti Peyğəmbər o odları söndürdü. Allah, Həzrəti Əli əleyhissalam deyir ki, Allah Teala Peyğəmbərin vasitəsilə o odları söndürdü. Xanım Zəhra salamullah əleyhə Fədəkiyyə xutbəsində deyir ki, hər yerdəki bir dənə şeytanın başı qalxdı, atam, Allahın Peyğəmbəri əlini göndərdi o şeytanın başını kəsməyə. Hər yerdəki bir dənə fitnə fəsad ocağı ya qalandı, yandırıldı. Allahın Peyğəmbəri Həzrəti Əlini göndərdi onu söndürməyə. Əli əleyhissalam amma burada deyir ki, Allah da o şeylərin hamısını nisbət verir kimə? Sözün ikisi də düzdür. Amma görsə Əli əleyhissalam nisbət verir, mən bir şey eləyəndə deyirəm, mən elədim. O qədər mən deyirəm, elə də heç cümləmdə məndən başqa kəlmə işlənmir day. Mübtədası da mən olur, xəbəri də mən olur. Amma görsə Əli əleyhissalam deyir ki, Allah Peyğəmbərin vasitəsilə o şeyləri söndürdü. Əlləfə bihi ixvanən. Allah Teala Peyğəmbərin vasitəsilə cəmiyyəti bir-birinə qardaş elədi. Və fərrəqə bihi əqranən. Allah Teala Həzrəti Peyğəmbərin vasitəsilə neynədi? Qohumları bir-birindən ayırdı. Deyərlər ki, qohumları, axı biz deyirik, silə rəhəm barışda yox. O haq tələblərlə batil tələbləri ayırdı bir-birindən. Yəni, Həzrəti Rəsulullah dedi ki, Allah dedi Peyğəmbərə ki, innəməl mu'minunə ixfə. Qohum bir-birinə möminlərdir. Amma o adam ki, səndən qohumda Allahın düşmənidir, o da səndən bu meyarı qoydu Həzrəti Peyğəmbər. Nəinki Həzrəti Peyğəmbər gələ qardaşla qardaşın arasında düşmənçilik yarada, yox. Allahı tanıyanlarla, Allahı tanımayanlar, qardaş da olsa, bacı da olsa, ata-bala da olsa bir-birindən ayırdı. İnnəməl mu'minunə ixfə dedi. Möminlər bacı qardaşdır. Bir də ki, bir adam öz məsələn deyir ki, bu qohumudur, bunun əmi baladılar. Niyə sən bunu əmini baladan ayırdın məsələn? Oradan cavab vermək olar ki, bir adam öz Allahının haqqını yerinə yetirmir. Bu əmbalalıq haqqını necə yerinə yetirəcək? Bir adam ki, öz Allahı ilə dostluq eləmir, bundan necə dostluq eləyəcək? Yaxşı. Ondan sonra huvəlləzi əyyədəkə binəsrih və bil-muminin Allah Teala Ənfal surəsinin 62-63-cü ayəsində deyir ki, huvəlləzi əyyədəkə binəsrih və bil-muminin. Allah Teala möminlərlə və öz köməklikləri ilə, öz köməyi ilə səni gücləndirdi. Ondan sonra deyir və əlləfə beynə qulubihim. Allah Teala neynədi? Onların qəlblərin təlif elədi, yığdı bir yerə, qəlb bir-birinə qarşı neynədi? Onlarda məhəbbət yaratdı. Lov ənfəq və in yuridu ən yəxtəukə fə innə həsbəkəllah. Əgər bunlar istəsələr səni alladalar, Allah sənə vəs eləyər. Yaxşı, bunlar bir şey eləməyəcək. Yaxşı, lov ənfəq də ma fil ərzi cəmiyyən ma əlləfdə beynə qulubihim. Ya Peyğəmbər, sən yer üzündə olan bütün xəzinələri, bütün var dövlətin hamısını bunlara xərcləsəydin, gecə-gündüz bunlara yemək içmək versəydin, qonaqlıq versəydin, bunları bir yerə toplaya bilməzdin. Yaxşı, və lakinnəllahə əlləfə beynəhum İnnehu əzizun həkim. Allah Teala neynədi? Bunları topladı bir yerə. Özdə, məsələn, cəməə demir, əlləfə deyir. Əlləfə də təlifdir, ülfət. Yəni, bunların arasında, bəli, məhəbbət yaratdı, sevgi yaratdı. Yaxşı, sevgi yaratdı, özdə Allah Teala güclüdür, həm də həkimdir. Ola bilər bir adam güclü olsun, amma belə də zorlu olsun. O, məsələn, traktor kimi haranı gəldi şumlasın. Amma əzizun həkim ayrı məsələdir. Yaxşı. Ondan sonra bir dənə də ayə var. Onu da oxuyum, tamam olsun. Deyir ki, vətəsimu bihəblillahi cəmiyyən. Hamız bir yerdə Allahın ipindən yapışın. Və la təfərrəqun. Ayrılmayın. Vəskuru ni'mətəllahi əleykum iz kuntum ədaən. Allahın o nimətin yadınıza salın. Siz hamız düşmən idiniz bir-birinizlə. Elə, məsələn, danışanda hamız düşmən idiniz. Allah Teala sizin qəlblərinizi
bir-birinə qəlblərinizdə ülfət yaratdı, sizi mehriban elədi. İndi danışanda və yaxud biri qıraqdan qulaq asanda heç bu nemətin böyüklüyün o qədər ola bilər fikirləşməsin. Amma Allah iraq eləsin. Adamın bir dənə qonşusu ilə problem olanda onda başa düşər əlləfə beynə qulubukum nədir? Adamın bir dənə cəmiyyətlə, bir kənddə problemi olanda onda başa düşər ki, Allah Taala məsələn insanların boynuna nə qədər minnət qoyub, nə böyüklükdə iş görüb Allah Taala. Bu cürə düşmənləri gəlib bir-biri ilə dost eləyib. Yoxsa məsələn bir gün bir dənə avtobusla, marşrutda gedəndə biri ilə bir sözün çıxanda Astanovkaya çatana qədər 1000 dənə haqq-hesab gəlir keçir və da onda qalmışdı məsələn 50 bir nəfərlə o vəziyyətdə qonşu olasan, 50 bir nəfərlə elə o vəziyyətdə kətdə yaşayasan. Ya məsələn 2 dənə kənd, 2 dənə qəbilə 100 il bir-biri ilə bu cürə nədir müharibədə yaşayır. Yaxşı, onları fikirləşəndə insan başa düşər ki, əlləfə beynə qulubihim nə deməkdir? İz kuntum a'da'an fa'allafa beyne qulubikum fa'asbahtum bi ni'metillahi ikhwanan. Allah Taala'nın neməti ilə, Allah Taala'nın lütfü ilə gəldiniz, nə oldunuz? Siz qardaş oldunuz, mehriban oldunuz bir-birinizə. Ki Həzrət buyurur ki, bu Allah Taala Həzrət Peyğəmbəri məbus elədi və Həzrət Peyğəmbərin vasitəsilə neynədi? Bu nemətləri sizə verdi. Allah Taala Muhammed al-Muhammed xatirinə bizi nemət əhlindən qərar versin inşallah. Daimən nemətin bizə lütf eləsin, günahlarımızı bağışlasın. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.